Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 148.678 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır. 5 ayda qeydiyyata alınan mülkiyyət hüququnun 24.947-si ilkin, 123.731 isə təkrar qeydiyyatın payına düşür. Bu dövr ərzində fərdi yaşayış və bağ evi üzərində 26.019, mənzil 35.630, torpaq sahəsi 81.642, qeyri-yaşayış binası 1237, qeyri-yaşayış sahəsi 3794, əmlak kompleksi 285, çoxmərtəbəli yaşayış binası 68 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövr ərzində qeydiyyata alınan mülkiyyət hüquqlarının 38.859-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür. Bu ilin yanvar-may ayları ərzində 105.328 texniki pasport tərtib edilib. 24.599 ipoteka müqaviləsi qeydiyyata alınıb.